Ay salam aleyküm, salam. Hoş gəlmişsiniz. Hoş gəlmişsiniz. Necəsən dost? Yaxşı ol. Bir-iki ay qabaq gəlmişdin də, gördün evin vəziyyəti nə idi. İndi də bax evi demək olar az qaldı, tamamlayıq. Bir müddət sonra da bu evin buradakı şəklini görəcəksən. Bu vəziyyət, tam bu vəziyyətdə olacaq. Gəlin də o iki ərzində gördüyüm işlərlə tanış edeyim. Bu bizim evimiz, bu bizim balkonumuz, terasımız. Bu bizim ana girişimiz. Gəl ana girişdən keçək. Burada müğayət olun, hələ işlər gedir. Bu bizim koridorumuz, holumuz. Holumuzu maksimal, bax gördüyün kimi arka falan verməmişik, açıq şəkildə vermişəm ki, tam geniş görsənsin. Evə gəldin, sağ tərəfdən yataq otaqlarıdır. Gəl bu yandan bax. Burada bir yataq otağımızdır. Pəncərəsi evin önünə tərəf baxır. Bu bizim sanuzildir. İndi malasını vurmuşuq, elektrik işlərini görmüşük. Bu da ikinci yataq otağımızdır. Bura indi biraz arxa qaranlığa düşüb, amma yəni ki, görsənər də görürsün. Bu da bizim bir yataq otağımız. Arkada o hasarı görsən, o hasarı oradan itirəcəm. Necə itirəcəm deyim. Qəşəng orada bir sarmaşıq edib onu oradan yox edəcəm. Görsənməz. Yaşıllıq görsəniz. Bu da bizim uşaq otağımız. Burada bir uşaq otağımız var. Bu da belə. Və gəl sənə əsas bu evin ən maraqlı hissəsi olan mətbəx və qonaq otağı. Buranı ən geniş götürmüşük çünki burada bütün günü vaxtı keçirdən yer bura olduğuna görə buranı geniş maksimal götürmüşük. Bu bizim mətbəx hissənindir, bu toplardan görsən. Bu hissəni mətbəx eləyəcək və bu hissəni bizim gündəlik oturacağımız. Televizorun yerində qoymuşuq, sol tərəfdə elektrikini çəkmişik. Və bunun da çox qəşəng bir çıxışı var, həmin o balkona. Balkona çıxırsan, başımın üstündə dam var, birdən yağış yağsa, başıma dammaz. Və qabağında da belə qəşəng evlə eyni səviyyədə olacaq. Evlə eyni polu, eyni səviyyədə olacaq. Belə. Bunun böyük hissəsi də var, bir genişdir. Yəni, maksimal genişdir. Onu da hesablamışıq ki, deməli, günəş səhərsə o yandan çıxır. Sonra gəlir evin üstündən bu yandan, evin arxasında batır. Gündüz vaxtı buraya kölgəli olur, oraya gün olur. Axşam bu hissələrin hamısı kölgəli olur. Hamısını hesablamışıq, hamısını. Belə. Biraz da gözləsən, tam vəziyyətini görəcəksən. İnşallah bir də onu